Sabahınız xeyir olsun. Bəli, hər həftənin birinci günü olduğu kimi mən Mikail Gülədunoğlu elə bu həftənin birinci günü də ənənəni pozmayaraq məhz sizlərin şərəfinə gəldim deyirəm ki və elə indidən söz verirəm ki, elə bugünkü efirimizdə, bugünkü verilişimizdə çox maraqlı olacaq, çox maraqlı mahnılara, musiqilərə ünvanlanmışıq. Az sonra hamısının canlı şahidinə çevriləcəksiniz. Mən burada elə canlı demişkən, studiyada əyləşən tamaşaçılarımızı salamlayıram, eşq olsun, bizlərlə bərabərdirlər. Ekran vasitəsilə bizi izləyən tamaşaçılarımız var olsunlar və bugün sözün əsl mənasında əsl sənətkarlar sevimli mahnıda yer alıblar ki, bilirsiniz, ənənəmiz var. O mahnılara ünvanlanırıq ki, o mahnılar illərlə populyar olub, illərlə öz gündəmini saxlayıb və elə mahnılar var ki, elə bugün də gündəmdədir və elə mahnılar var ki, gündəmdə olub, amma bugün az səslənir. Biz həmin mahnılara da ünvanlanmışıq bu günləri və mən öncə istəyirəm sevimli mahnı, qardaşlar yox, sevimli mahnı ansamblını salamlayıb. Qardaşlar ansamblı alqışladıq və təbii ki, Mahmud, ötən veriliş yox idin. Bugün buradasan, hər efir burada ol. Çünki sənin ifalarına, belə deyək də, biz istir ifalarını eşidək və təbii ki, bizim dəyərli qonaqlarımıza keçid alacağıq. Bizim dəyərli qonaqlarımız, əslində bir qonağımızdan savayı digər qonaqlarımız dəfələrlə sevimli mahnı verilişində olublar, dəfələrlə bir-birindən gözəl mahnılar sizlər üçün, tamaşaçılar üçün, ekran vasitəsilə bizi izləyən tamaşaçılar üçün gözəl mahnılar ərmağan eləyiblər və bugün də gözəl mahnılara nəfəs veriləcək həmin sənətkarların sayəsində. Respublikanın əməkdar artisti, gözəl avaza malik olan və sözün əsl mənasında sənətkar demək mümkün olan Zakir Əliyev qonağımızdır. Zakir müəllim, xoş gəlmişsiniz, səfa gətirmişsiniz və təbii ki, ənənəmizə sadiq qalaraq hər 4 qonağımızı bura dəvət eləyəndən sonra onların ürək sözlərini eşidirik, salamlaşırlar siz dəyərli tamaşaçılarla, ekran vasitəsilə bizi izləyən tamaşaçılarla təbii ki. Sırada olan qonağımız çox dəyərli sənətkarımızdır və həmin dəyərli sənətkarın da illər boyu oxuduğu bütün mahnılar mən deyərdim ki, gündəmdə olub, öz populyarlığını qoruyub, saxlayıb. Bəli, dəyərli sənətkarımız Nadir Bayramlı qonağımızdır. Nadir müəllim, artıq buradadır. Nadir müəllimi də salamlayırıq. Xoş gəlmişsiniz, səfa gətirmişsiniz və 2 xanım xatın sənətkarlarımız bizi belə deyək də dəvətimizi gözləyirlər ki, onlar da səhnəyə buyursunlar. Böyük fəxarət hissi ilə deyərdim ki, nəinki Qarabağlıların, halbuki soyadında Qarabağın adı var deyə onu deyirəm, amma nəinki Qarabağlıların, nəinki Gəncəbasar, nəinki Zəngəzur, bütöv Azərbaycan, bütün Azərbaycan tamaşaçılarının sevimlisidir həmin xanım sənətçimiz. Bəli, Arzu Qarabağlı qonağımızdır. Arzu xanım da xoş gəlib, səfa gətirib və təbii ki, 4-cü qonağımız, verilişin əvvəlində də dedim ki, ərz elədim ki, ilk dəfədir, qonaqlarımızdan biri ilk dəfədir ki, bizə təşrif buyurub, dəvətimizi qəbul eləyib, çox gözəl səsə, avaza malik olan bir xanım sənətkarımızdır və bir-birindən gözəl mahnılar sizlər üçün deməyək hazırlayıb, biz hazırlamışıq, amma həmin xanım sənətçimiz də mənə
elə gəlir ki, onların öhdəsindən gələcək və yeni nəfəs verəcək o mahnılara. Bəturə Hüseynova qonağımızdır. Bəli, hər 4 qonağımızı bir ürəkdən alqışlayaq. Xoş gəliblər, səfa gətiriblər. Və mən istəyərdim ki, elə Zakir müəllim, sizlərdən başlayaq. Bilirsiniz ki, ənənəmiz var. Ötən əsrin 50-ci illərindən bu yana, bu günə qədər olan elə mahnılar var ki, mən dəfələrlə deyirəm, deməyək ki, yaddan çıxıb. Amma bir balaca gündəmliyini itirib. Yəni çox səslənmir, amma biz çox istəyirik ki, həmin mahnılar yenidən səslənsin. Gənc nəsil yenidən o mahnıları eşitsin və təbii ki, bu musiqi tariximiz yaşasın. Bəli, zövqlər də formalaşsın. Ən əsası odur. Buyuraq. Axşamınız xeyir olsun. Hörmətli tamaşaçılar, burada əyləşən tamaşaçıları salamlayıram. Bizi izləyən Space televiziyasının tamaşaçılarını ürəkdən salamlayıram. Mikail qardaşım, sizi salamlayıram, gözəl ansamblımızı salamlayıram, Fərhad qardaşım başda olmalı və gözəl müğənnilərimizi ürəkdən salamlayıram. Arzu edirəm ki, gözəl bir veriliş olsun. Yəni, əlbəttə, o dediniz mahnılara toxundunuz. O mahnılar əlbəttə heç vaxt yaddan çıxmayacaq. Nə qədər ki, bu xalq yaşayır, o siz deyən mahnılar, o retro musiqilər ki, deyirik, bizim gözəl bəstəkarlarımız yazıblar o mahnıları və eyni zamanda xalq mahnılarımız var. Bəli, xalq mahnıları da eyni zamanda. Bunların səslənməsi əlbəttə gənclərimizin musiqi zövqünün formalaşmağıdır. Ona görə gözəl bir missiya həyata keçirirsiniz. Sağ olun, təşəkkür edirəm rəhbərliyə də, sizə də. Var olasınız. Çox sağ olun və təbii ki, irəliyən dəqiqələrdə digər dəyərli qonaqlarımızın ürək sözlərini eşidəcəyik. Bu mövzuda olan rəylərini eşidəcəyik. Amma öncə mən istəyirəm bir ənənəmizə sadiq qalaraq tamaşaçılarımızla bir diyaloq eləyək. Mən mahnının sözlərini şeir formasında deyəcəm və sizlərdən kimsə bilərsə, təbii ki, avazla onu mənə qaytaracaq. Bəli, əslində çox asandır. Mən əminəm ki, hamı oxuya biləcək, amma hər halda yenə şeir formasında deyirəm. İrəvanda xal qalmadı. O xal nə xaldı? Bəli, oxuya bilərsinizmi avazla? Kim oxuya bilər? Siz avazla. Xanımlarımızdan biri. Xanımlarımızdan biri. Oxuya bilərsinizmi? Yox, bəylərdən, yəni ifa eləyənlərdən deyil. Yəni ötən verilişdə ifa eləyənlərdən deyil. Xanımlarla siz ifa eləyə bilərsinizmi? Buyurun. Avazla, avazla. İrəvanda xal qalmadı, o xal nə xaldı? Qoşa düzürmüşəm, de görüm nə xaldı? Qoşa düzürmüşəm. Adınız? Zeynəb xanım. Zeynəb xanım. Xoş gəlmişsiniz Zeynəb xanım. Az sonra sizlə də söhbətimiz olacaq və təbii ki, İrəvanda xal qalmadı. Mən dedim, təbii ki, bu mahnını bilməyən yoxdur. Sözlərini də bilməyən, elə musiqisini də bilməyən yoxdur. Sadəcə olaraq xanımlardan bir balaca utandılar, çəkindilər, amma hamısı bilirdilər. Burada əyləşən bəylərimizin hamısı da bilir, amma istədim öncə xanımlardan eşidək. Və diqqət ekrana. Hazırda ekrandan dinləyəcəyik o musiqini və mən istəyirəm elə sözə Zakir müəllim, sizlə başladıqsa, salamlaşmağa sizlə başladıqsa, dəvətə sizlə başladıqsa, səhnəyə gəlişinizi qonaqlardan sizlə başlamışıqsa, elə sizdən gəlsin həmin mahnı, amma öncə diqqət ekrana. İrəvanda xal qalmadı, o xal nə qaldı? Oradı sürmüşəm, de görüm nə qaldı? Qoşadı sürmüşəm.
boşa düzdürmüsən, de görüm nə xaldı, boşa düzdürmüsən. Daha məndə can qalmadı, o xal nə xaldı, boşa düzdürmüsən, de görüm nə xaldı, boşa düzdürmüsən. Xal səni, yar səni, ixtiyar sənin, xal xana boydu, belə düzdürmüsən. Yarım deyibdin, boşa düzdürmüsən. Xal xana boydu, belə düzdürmüsən. Yarım deyibdin, boşa düzdürmüsən. İrəvandan gələn gözəl, İrəvandan gələn gözəl, o xal nə xaldı, boşa düzdürmüsən. De görüm nə xaldı, boşa düzdürmüsən. Ürəyimi üzən gözəl, ürəyimi üzən gözəl, o xal nə xaldı, boşa düzdürmüsən. De görüm nə xaldı, boşa düzdürmüsən. Xal səni, yar səni, ixtiyar sənin, xal xana boydu, belə düzdürmüsən. Yarın deyibdin, boşa düzdürmüsən. Xal xana boydu, belə düzdürmüsən. Yarın deyibdin, boşa düzdürmüsən. Dedim ol yara həmişə, sənə qurbanam mən. Dedim ol yara həmişə, sənə qurbanam mən. Dedi bu bircə sözündən ki nigaranam mən. Dedim and içsəməyə, dedim and içsəməyə, sonra nədir təqsiri? Dedi səhv eləmişəm, indi peşimanam mən. Dedim failin ümidi sənədir müxtəsəri. Dedi faildən ötürü, hər gecə nalanam mən aydadım. Xana boydu, belə düzdürmüsən. Yarın deyibdin, boşa düzdürmüsən. Xana boydu, belə düzdürmüsən. Yarın deyibdin, boşa düzdürmüsən. Teşekkürler. Teşekkürler. Çok sağ olun və təbii ki növbəti mahnıya keçid alacağıq. Amma öncə mən telefon nömrələrini xatırladım. Bəli, ekrandan görürsünüz dəyərli tamaşaçılar. Şəhər nömrələrindən təbii ki 538 08 63 538 08 64 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Studiyamıza zəng eləyə bilərsiniz. Elə
bax studiyamızda əyləşən tamaşaçılarla diyaloqumuz kimi sizlərlə də diyaloqumuz olacaq. Mən mahnıları şeir formasında sizlərə deyəcəm. Siz də avazla mənə onun cavabını deyəcəksiniz, mahnıları deyəcəksiniz, tapacaqsınız daha doğrusu. Xatırlayacağıq o mahnılara yeni nəfəs də verən təbii ki, dəyərli qonaqlarımız var ki, onlardan da elə biri Respublikanın əməkdar artisti Zakir Əliyev. Bəli, alqışlar artıq ünvanlanır bir daha. Zakir bəli, təşəkkürlər. Minnətdarlığımı bildirirəm. Əlbəttə, bu xanəmidən sonra mahnını ifa eləmək çətin məsələdir. Allah xanəmin ruhunu şad eləsin. Xanəmin ruhu xatirinə bir alqışlar gəlsin. Ustad xanəndəmizə. Zakir müəllim, təbii ki, növbəti mahnıya biz keçid alacağıq. Növbəti dəyərli qonaqlarımızın ifasında. Amma İrəvanda xal qalmadı. Mən istəyirəm, təbii ki, bilənlər var, amma bayaq mən vurğulayandan sonra siz də belə deyək, dəstək çıxdınız ki, gənc nəsil bilməlidir. Bu mahnıları aşılayırıq ki, gənc nəsil zövqlər də formalaşsın. İrəvanda xal qalmadı. Bunu eşidirik, dinləyirik, amma bunun bir tarixçəsi var. Elədirmi? Oğlum, mən tarixçəsini belə bilirəm ki, yəni mən bilən bu Cabbar əmi mahnısıdır. Cabbar Qarayağdıoğlu'nun. Bəli. Mahnısıdır və bu Cabbar əmi bunu elə məclisdə olarkən yazıb, yəni bir imkanlı şəxsin qızının toyu olub və gəlib irad eləyib ki, bəs bu nətər olur? Yəni ancaq bəyi tərif edirsiniz, bəs mənim qızımı da tərif eləyin. Yəni Cabbar əmi deyir ki, bəs onda xanımın nişanəsindən nəsə desinlər. Deyirlər ki, bəs yanağında xalı var. Elə bədahətən də götürür İrəvanda xal qalmadı. O xal nə xaldır? Qoşa düzdürmüsən. Allah ruhunu şad eləsin. Təşəkkürlər Zakir müəllim. Bəli, bax bu maraqlı faktları bilmələri lazımdır gənc nəslində. Bilməyənlər təbii ki, o qədər bilməyənlər var idi ki, elədirmi Elxan? Elə şəxsən sən bilmirdin, indi bildin. Növbəti mahnıya keçid alacağıq. Mən bir nömrəni də deyim. 050-291-42-42. 050-291-42-42 bizim prodüserlə əlaqə saxlaya bilərsiniz. Öz ürək sözlərinizi də SMS-lə yaza bilərsiniz. Çünki elə mahnılar da var ki, sizlər deyə bilərsiniz ki, bax bu mahnılar zamanında populyar olub. 050-291-42-42 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Və təbii ki, növbəti mahnı. Növbəti mahnını bir ənənəmiz də var, Zakir müəllim, dəyərli qonaqlarımız. Mən qonaqlarla bərabər ifa edirəm həmin mahnını. Sağ olsun, bizim bu gözəl tamaşaçılarımız var. Əziyyət çəkib gəlirlər bura, eşq olsun hər birinizdə. Nətər də həvəslə qulaq asırlar, maşallah. Bəli, hazırda yenə onlarla bərabər bir mahnı var. Gözəl bir mahnı var ki, o mahnını böyük sənətkarların ifasında eşitmişik. Və bir yerdə də bugün istəyirəm ki, mən şeir formasında deyəndən sonra bərabər şəkildə ifa eləyək. Ansambl heyəti. Hazırıq. Mahmud, şuxdayam. Bəli, yığdın bu dünyanın, malın, dövlətin, 50'ni aşırdın, 100'e nə qaldı? Bərabər oxuyaq mı Elxan? Verin başlasın, oxumağa bilmiyorum. Bəli, buyuraq. Buyurun, bərabər hamını. Hamı oxuysun. Niye okuyamıyorsun? Okuyun. Buyuraq. Oxuyun da. Yığdım bu dünyanın malın, Dövlətin, 50'ni aşırdın, 100'e dövlətin, 50'ni aşırdın, aşırdın, 100'e nə qaldı? nə qaldı? Nə qaldı? Ne kaldı? Baxmaqdan savayı gözəl nə qaldı? Bəli. Dövlətin, əlini aşırdın, güzələ qaldı. Əlini aşırdın, güzələ qaldı. Ayaq getdi, əl gətirdi, diş yedi. Ayaq getdi, əl gətirdi, diş yedi.
Arzu Qarabağlı, təşəkkürlər və təbii ki 538-08-63, 538-08-64 şəhər nömrələri ilə əlaqə saxlayırsınız və eyni zamanda 050-291-42-42 bizim prodüserlə əlaqə saxlayın və rəylərinizi bildirə bilərsiniz SMS şəklində. Hazırda isə reklamlardır. Reklamlar! Təşəkkürlər, bəli. Reklamlardan dərhal sonra 538-08-63, 538-08-64 nömrələrindən birinə zəng eləyən çox dəyərli tamaşaçımız var ki, hazırda biləcəyik kimlə danışacağıq və hardan zəng eləyib. Alo. Alo. Axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Mikail müəllim. Kimlə danışırıq? Hardan zəng eləmisiniz? Sizi də rahat edən Ağdam sakinidir. Bərdə yaşayıcısı Ülkər xanımdır. Buyurun, eşidirik sizi. Buyurun. Sizin sevimli mahnı kanalınızı çox sevirəm. Çox sağ olun, var olun. Baxan gözləriniz var olsun. Qonaqlarınızı salamlayıram. Qardaşlar ansamblına təşəkkür edirəm. Təşəkkürlərimizi bildiririk biz də sizlərə və təbii ki, verilişimiz başlayan andan tamaşa edirsiniz, baxırsınız. Baxırıq, daima tamaşaçıyım, daima. Və bugün də 2 mahnı səslənib, çox gözəl mahnılar səslənib. Yeni nəfəs verilib yenidən həm Zakir müəllimin ifası ilə, həm də Arzu Qarabağlının ifası ilə 2 mahnıya və 3-cü bir mahnını mən sizlərlə bərabər istəyirəm deyəm. Çox gözəl bir mahnıdır, gözəl bəstəsi var və çox dəyərli sənətkarların ifasında da eşitmişik. Və mən əminəm ki, elə siz də biləcəksiniz. Mən təbii ki, şeir formasında onu deyəcəm sizə. Məndən sənə bir ömürlük xatirə, səndən mənə nə qalacaq, bilmirəm. Məndən sənə bir ömürlük xatirə, səndən mənə nə qalacaq, bilmirəm. Sətinci daş üstünə daş gətirə, niyə uçdu bu qalacaq, bilmirəm. Bəli, təşəkkürlər. Təşəkkürlərimizi bildiririk dəyərli tamaşaçımıza, bizə Ağdamdan zəng eləyən xanım tamaşaçımız minnətdarıq, anam. Və sözsüz ki, ənənəmizə sadiq qalırıq. Hazırda ölməz sənətkar, Respublikanın əməkdar artisti, çox dəyərli sənətkar, Allah qəni-qəni rəhmət eləsin. Məhəbbət Kazımovun ifasında həmin mahnını bir qismini eşidəcəyik, daha sonra Nadir müəllim, sizlərdən gəlsinmi? Sizlərdən gələcək həmin mahnı. Diqqət ekrana. Səndən mənə bir ömürlük xatirə, məndən sənə nə qalacaq bilmirəm. Çətin bir də daş üstə daş bitirəm, niyə uçdu bu qalacaq bilmirəm. Senden
peşiman kim olacak bilmirəm. Bu sevgiden kim uduzdu kim olur, peşiman kim olacak bilmirəm. Bu sevgiden kim uduzdu kim olur, peşiman kim olacak bilmirəm. Bu sevgiden kim uduzdu kim olur, peşiman kim olacak. Nadir Bayramlı, təşəkkürlər. Bəli, çox gözəl bir bəstə, gözəl bir ifa və sözsüz ki, bir daha vurğulayım ki, bu ifanın, bu mahnını Allah qəni-qəni rəhmət eləsin, Məhəbbət Kazımovun ifasında eşidib sevmişik və bugün də yenidən yeni bir nəfəs verildi Nadir Bayramlının ifası ilə təbii ki. Və hazırda yenə ənənəmizə sadiq qalırıq. Tamaşaçılarımızla bir gözəl mahnıya ünvanlanacağıq. Həmin mahnı indi görək bir balaca çətin ola bilər. Digər mahnılar asan, amma bu mahnı bir balaca mənə elə gəlir ki, çətin ola bilər tamaşaçılarımız üçün. Gözəlim, ürəkdən bağlıyam sənə. Əziyyət verərmi sevən sevənə? Aha, maşallah. Buyurun, buyurun ana, buyurun. Buyurun. Necə dedin? Gözəlim, ürəkdən bağlıyam sənə. Əziyyət verərmi sevən sevənə? Yandırdın qəlbimi aman, qaşları kaman. Buyurun. Yox, deyə bilmədim. Təşəkkürlər, çox sağ olun. Bəli, gözəl bir mahnı, yandırdın qəlbimi aman. Və hazırda diqqət eləyək ekrana, çünki çox dəyərli, ölməz bir sənətkarın ifasında biz bu mahnını sevmişik və hazırda dinləyirik bir qismini və Bəturə xanımdan davamı gələcək. Diqqət eləyək ekrana. Gözəlim ürəkdən bağlıyam sana. Əziyyət verərmi sevən sevənə? Gözəlim ürəkdən bağlıyam sana. Əziyyət verərmi sevən sevənə? Yandırdın
Hüseynova. Teşekkürler. Və həqiqətən Bətura xanım o qədər ürəkdən oxudu ki, yaşadı o mahnını. Hiss elədinizmi? Hətta orada bir qəribə də hərəkətlər oldu. Yandırdım belə ki, yəni yandı, töküldü. Təşəkkürlər Bətura Hüseynova. Bir daha alqışlayaq. Yandırdı qəlbimi ama gözəl bir ifa və təbii ki, dəyərli sponsorlar haqqında məlumat verəcəyik amma zəngimizdən sonra. Bəli, alo. Bəli. Mən deyirəm, bəli, kimlə danışırıq, hardan zəng eləmişsiniz? Siz Qəhrəman Tərsərin Şəhlabad kəndindən sizi narahat eləyən Kənan müəllimdir. Mikail müəllim, Kənan müəllim, siz bizi narahat eləmirsiniz. Alqışlar da gəlir sizlərin ünvanına. Tərtərdən bizi izləyənlər, bütün Azərbaycandan bizi izləyənlər, gözləriniz var olsun. Sizin o ansamblınızı, sizi ürəkdən belə salamlayıram. Sizə uzun ömür, can sağlığı, sizin bu verilişiniz uzun ömürlü olsun. Sizin bu verilişiniz bizim o qədər ailəvi xoşumuza gəlir ki, elə istəyirik ki, kaş bir həftənin bir günü yox, hər günü o sizin bu veriliş. Biz ondan ləzzət alırız sizin bu verilişdən. Hələ həftədə bir dəfə canlı yayımlandı, bir bazar günü də təkrarıdır. Yəni həftədə 2 dəfə izləmək şansınız var və təbii ki, dəvətlisiniz burada. Gələ də bilərsiniz 050-291-42-42 nömrəsindən əlaqə saxlaya bilərsiniz. Çox razıyız sizin bu verilişə. Və təbii ki, şeir formasında bir mahnının sözlərini sizə ünvanlayacağım və təbii ki, sizlər də mənə elə gəlir ki, biləcəksiniz hansı mahnıdan söhbət gedir və avazla o cavabı mənə verəcəksiniz. Kimlər gəldi, kimlər getdi bu dünyadan, bu dünyadan? Arif olan, nakam getməz. Nakam getməz bu dünyadan, bu dünyadan. Yox, siz avazla deyəcəksiniz mənə. Matan getmez bu dünyadan, bu dünyadan. Melodisi bir aşık sahibi oldu. Matan getmez bu dünyadan, bu dünyadan. Ay maşallah. Alqışlayaq tamaşasımızı. Bəli. Bir balaca aşık sayağı ifa elədi, elədirmi? Qaşa yoxdur, nətər yaradıcılıq. Yox. Deyəsən bundan sonra bu sözləri ilə bu avazda da oxumaq olar. Bu avazda da gözəl oldu, amma yox. Orijinalını pozmaq olmaz. Mən istəyirəm hazırda diqqət eləyək ekrana. Dəyərli, unudulmaz sənətkarlarımızdan birinin ifasını eşidək bir qismini həmin mahnının. Daha sonra Zakir müəllim, siz o mahnını çox gözəl ifa eləmişsiniz. Elə bugün də mən istəyirəm ki, ifa eləyəsiniz. Olar mı? Diqqət ekrana. Kimler geldi, kimler gitti bu dünyadan, bu dünyadan. Kimler geldi, kimler gitti bu dünyadan, bu dünyadan. Arif olan nakam olmaz bu dünyadan, bu dünyadan. Arif olan nakam olmaz bu dünyada, bu dünyada. Bu dünyada, bu dünyada.
Kimler geldi, kimler getdi bu dünyadan, bəli. Və hazırda növbəti mahnılara keçid almazdan öncə bir ürəkdən alqışlayan bizim sponsorları, bəli. Quix bizim sponsorlarımızdan biri Quix'dir. Məişət avadanlıqları içərisində bir nömrədir Quix. Həm çaydanları ilə, həm şaş venləri ilə, həm ət çəkənləri ilə, həm toz soranları ilə, həm ütüləri ilə ümumi Quix'dən nə təqdim olunursa mütləq şəkildə bilin ki, mükəmməldir, keyfiyyətlidir və mən dəfələrlə vurğulamışam ki, bax, ütülər, Quix'dən təqdim olunan ütülər ki var, əl toxunarkən, yəni cərəyanda olsa belə, əl toxunanda isinir. Əgər əl ona toxunmazsa, isinməz. Ət çəkənlərin özəlliyi nədir? Ət çəkənlərin özəlliyi də odur ki, cəmi 5 dəqiqənin ərzində 600 nəfərin yeyə biləcəyi bir əti çəkə bilir. Bəli, niyə? Bəs alqışlamayaq Quix'i. Eşq olsun Quix'ə və Oyal alqışlayaq. Oyal. Tələbələrin, şagirdlərin, belə deyək, balalarımızın sevimlisidir Oyal. İstər karandaşları ilə, istər boyaları ilə və xüsusi dizaynla hazırlanan və bugün pozanlar gətiriblər. Bax, bu pozanlar, gözəl dizaynla hazırlanan pozanlar ki var. Bunları təqdim eləyir Oyal bizlərə. Bundan başqa termoslar var ki, balalarımız üçün bax, bu gözəl çantalar da var. Bu çantalara da çox asanlıqla yerləşən termoslar var ki, çaylarını hazırlayın, tənəffüs zamanı içibən elə əla qiymət alsınlar və mən vurğulayım bu çantanı. Bu çantanın özəlliyini. Çantanın da özəlliyi nədir? Ortopedikdir. Yəni, beli əzmir. Uşaqlarımızın belini əzməz. Ona görə də niyə də Oyalı alqışlamayaq? Təşəkkürlər Oyala və Oyaldan bir çox məktəb ləvazimatları var ki, bax, qələmlər var. Mən bu qələmləri yenə xüsusilə vurğulamaq istəyirəm ki, ələ çox tutumludur eyni zamanda. Ələ tutumlu olduğu üçün xətti inci kimi eləyir. Xətti yəni həqiqətən düzəldir. Ona görə də birinci sinifə gedən balalar mütləq şəkildə var. Bizə baxanlar bax, bu qələmləri, Oyaldan təqdim olunan qələmləri mütləq şəkildə balalarımız üçün əldə eləyək. Təşəkkürlərimizi bildiririk Oyala, təbii ki, alqışlarımızdan və digər alqışlarımız gəlir Silsilə. Silsil də xanımlarımızın bir nömrəli köməkçisidir, istər döşəmə bezləri ilə, istər bax, belə şüşə təmizləyiciləri ilə və ən əsası qab süngərləri var, təqdim olunur və ən əsası da ayaqqabı boyaları. Təkcə ayaqqabı boyası deyil, eyni zamanda ayaqqabılarımızı boyuyuruq və ayaqqabılarımızın da keyfiyyətini qoruyub saxlayır. Təşəkkürlərimizi bildiririk Silsilə və 20 illiyini qeyd eləyən Ağçəyim. Təbriklər, alqışlarla Ağçəyim, bəli. Bu günlərdə 20 illiyini qeyd eləyir, yəni 20 ildir Ağçəyim bizlərlə bərabərdir. Ağçəyim Azadlıq prospekti 191 ünvanında yerləşir. Telefon nömrəsini görürsünüz, mən bir daha vurğuluyum. 012 yəni şəhər nömrələrindən 440 46 16 və 050 212 21 21-dir. Mən SAS düzümünə görə dərin təşəkkürlərimi bildirirəm. Usta Eminə, Deluxe salonda çalışan Usta Emin. Telefon nömrəsi 050 747 33 33-dür. Aras fotoqrafımız sağ olsun, var olsun. Bizlərlə bu gündə bərabərdir və bu gözəl verilişimizdə, bugünkü verilişimizdə sabahdan etibarən biz saytlarda görə biləcəyik, internet səhifəsində görə biləcəyik. Bəli, hazırda reklamlara keçid alırıq. Reklamlardan sonra yenə gözəl mahnılar, musiqilər eşidəcəyik. Reklamlar. Təşəkkürlər, bəli. Sevimli mahnı ansamblı
Bəxtura xanım, baxırdım ki, amma yerinizdə belə, dedim indi birdən oynayarsınız. Amma oynamaq olar. Arada olar. Arada olar. Doğrudan da belə musiqiyə məncə dəyər. Bəli, ansambla dəyər. Alqış, bəli. Təşəkkürlər. Fərhad, çox sağ olun. Və təbii ki, yenə davam edirik. Tamaşaçılarımızla bu dəfə. Yenə istəyirəm. Ay bəli, Zakir müəllim, buyurun. Mən çox üzr istəyirəm. Mən bir neçə təbriklərim var. İstəyirəm, buradan mən istəyirəm hamımız bizim gözəl xanəndəmiz Mirələm bugün toydu. Bu alqışlayaq Mirələm. Mirələmin toydu, bəli. Təbriklər, xoşbəxt Təbrik olsun. edin Mirələm qardaşımıza. Allah xoşbəxt eləsin. Və bizim həmyerlimiz Yavər Cəmalovun nəvəsi Türkiyədə böyük universitetlərin birinə qəbul olub. Mən efir vasitəsilə həmyerlimizi təbrik edirəm. Və bir Ceyhun qardaşımız var, Ceyhun Vaqifoğlu Beyləqandan. Bəli, Qəzetçidir, Ceyhun Vaqifoğlu, tanıyırıq. Redaktordur, onu da təbrik edirəm. Bugün ad günüdür. Bəli, təbrik edirik. Ceyhun Vaqifoğlu'nu da tanıyırıq. Təbrik edirəm hər birini. Dəyərli ziyalımızdır. Və təbii ki, Zakir müəllim, bilirsiniz, Sevimli mahnını, elə bundan öncə də Sevimli şounu, bütün Azərbaycandan kənarda da olan Azərbaycanlılar, tamaşaçılarımız izləyirdilər. Sevimli mahnı da elə öz populyarlığını qoruyub, yəni saxlayır və bugün də bir-birindən gözəl, dəyərli qonaqlarımızla, eyni zamanda gözəl musiqilərlə, mahnılarla, səviyyəli mahnılarla, bəli, zövqlü mahnılarla və zövqlü tamaşaçılarımız sırasında da bizi Şəmkirdən çox izləyirlər. Bəli, Muxtariyə kəndindən çox dəyərli bir dostumuz var. Nəbi, mən onu da təbrik edirəm, çünki ehtiram qardaşımızın da ad günüdür. Eşq olsun deyirəm, ehtiram, təbriklərə qoşuluruq və bir mahnı. Bir mahnı, yenə istəyirəm ki, deyəm şeir formasında, amma xahiş edirəm aktiv ola. Əslində bilirsiniz siz o mahnıları, amma bir balaca çəkinirsiniz, çəkinməyin. Müğənni deyilsiniz ha. Müğənni kimi, yəni çəkinirlər ki, birdən yaxşı oxumazlar. Vallahi yəni maşallah çox böyük həvəsləri var. Həvəsləri var. Müğənnilərdə bu qədər həvəsi olsa. Yo, bugün sizi görüb, Nadir müəllimi görüb, yəni dəyərli qonaqlarımızı görüb, çəkinirlər ki, onlar kimi ifa eləyə bilməzlər. Təbii ki, amma hər halda. Mən də müğənni deyiləm ki, qoşuluram sizə, ifa eləyirəm. Könlüm qəmin eylər, dilim nəğmələr söylər, tək mənə bircə kəlmə sevirəmdir. Aha, ki ana, siz o, bəli, siz oxudunuz, kim oxuyacaq indi? Bəlkə siz oxuyasınız. Oxuya bilərsinizmi? Buyurun, oxuyun. Salamlayıram gözəl sənətkarlarımızı. Dodağına gülüş qonub, gülüşünə qoşulmuşam, gülüşünə qoşulmuşam, gülüşünə vurulmuşam. Gülümü qəmin elər, dilim nəğmələr söylər, tək mənə bircə kəlmə sevirəmdir. Gülümü qəmin elər, dilim nəğmələr söylər, tək mənə bircə kəlmə sevirəmdir. Təşəkkürlər. Bəli, Yağmur xanım bir dəfə də bizlərlə bərabər bir mahnı ifa eləmişdir. Təşəkkürlər, çox sağ olun və bayaqda Zeynəb xanımın gözəl ifasını eşitdik. Minnətdarıq və könlüm qəmin elər, dilim nəğmələr söylər. Respublikanın xalq artisti, çox dəyərli sənətkarımız, əgər bizə baxmırsa da xəbər eləyəcəklər. Ağadadaş Ağayevi salamlayırıq. Ağa, axşamınız xeyir olsun və böyük fəxarət sizi ilə sizləri də burada gözləyirik, amma hazırda ekran vasitəsilə Ağadadaş müəllimin o ifasını eşidəcəyik. Daha sonra, aha, Arzu Qarabağlı, olar mı? Arzu xanımdan gəlsin, diqqət ekrana. Könlüm qəmin eylər, dilim nəğmələr söylər, tək mənə bircə kəlmə sevirəmdir. Könlüm qəmin eylər, dilim nəğmələr söylər, tək mənə bircə kəlmə sevirəmdir. Qandırdı qəlbimi
xoş olmuşam, ömrü günü xoş olmuşam, xoş olmuşam. Könlümden neyden, dilimden bana söyle, bak bana bir zükranı sevirəm. Könlümden neyden, dilimden bana söyle, bak bana bir zükranı sevirəm. Yandırdı kalbimi bakışlar yana sevdim, başladım yanıma bakışlar bana sevdim. Ayağıma çek, özür beni hasret, gel ruhumu şad et. Könlümden neyden, dilimden bana söyle, bak bana bir zükranı sevirəm. Könlümden neyden, dilimden bana söyle, bak bana bir zükranı sevirəm. Könlümden neyden, dilimden bana söyle, bak bana bir zükranı sevirəm. Könlümden neyden, dilimden bana söyle, bak bana bir zükranı sevirəm. Arzu Qarabağlı. Həki mənə bircə kəlmə sevirəm de və sevimli mahnı ansamblının müşayiəti ilə. Alqışlayan ansamblımızla hər bir mahnının Zakir müəllim öhdəsindən layiqincə gəlirlər. Bəli, bəli. Nadir müəllim, buyurun. Nəsə demək istəyirsiniz? Mən əvvəla icazə versəniz, çünki söz ki, indi gəlib bizə çatdı. Bütün tamaşaçıları salamlayın. Sevimli mahnı proqramının daimi izləyicilərini salamlayıram. Çünki bu, həqiqətən də bu proqramda siz deyən kimi xalqın yaddaşında hər zaman yaşaya biləcək. Düzdür, siz deyən kimi bəzən görürsünüz ki, gündəndə az-az səslənən mahnılarda ola bilir, vaxtı ilə dəbdə olan mahnılarımız. Amma bu verilişlərə Zakir müəllim də dediyi kimi o mahnılar təkrarən yaddaşlarda Yeni nəfəs verilir, bəli. Bir də yeni nəfəs verilir. Yeri gəlmişdə icazə versəniz, çünki mənim oxuduğum mahnı siz deyən kimi gözəl sənətkarımız Allah ruhunu şad etsin. Məhəbbət Kazımovun repertuarına olan bu mahnı. Sözləri böyük şair Məhəmməd Razındır və musiqiçi də Razım Paşayevindir. Yəqin ki, o da bizi eşidir. Qəbahət ola bizlər ki, deməsək. Buradan salamlayırıq. Və bir şey də deyim, elə siz də deyəsən, dünən Cənub bölgəsində olmuşsunuz, səhər yaxın gəlmişsiniz. Biz də qərb tərəfdə olduq. Həqiqətən Azərbaycanımızın bölgələrində sənətə, sənətkara, ümumiyyətlə musiqiyə çox böyük qayğı, diqqət var. Mən də Tozda idim, yəni 2 gündə evində qonaq olduğum sakit dostumuzu buradan salamlayıram. Bütün Tozla, bütün Şəmkir, Gəncəbasa, bütün Azərbaycanı salamlayıram buradan. Bizi bütün izləyənlər salamlar olsun və təbii ki 538 08 63 538 08 64 nömrələri aktivdir. Zəngimiz varmı? Bəli, bəli, mütləq şəkildə. Alo. Alo, axşamınız xeyir. Axşamınız xeyir olsun. Kimdən danışırıq? Mikail müəllim. Xoş görüşdük. Kimdən danışırıq? Bakıdan zəng eləyirəm, Mikail müəllim. Adınız? Adım xanımdır, xanım. Xanım. Alqışlar sizlərin ünvanına gəlir və təbii ki, bir-birindən gözəl musiqilər bax bu gündə. Qonaqlarımızı da salamlayıram, Sabri müəllimi, Nadir müəllimi. Bir-birindən gözəl musiqilər, bəli, eşidirik bugün və bir gözəl musiqi də var, bir gözəl mahnı da var. Mən istəyirəm sizlərlə bərabər, mən əminəm ki, burada əyləşənlər də bizə qoşulacaqlar. Özü də, onu da deyim ki, bir balaca incə məsələdir ya. Çox subaylar bu mahnını oxuyurlar. Hansı mahnıdan söhbət gedir? Eşqin məhəbbəti düşüb canıma. Eşqin məhəbbətin düşüb canıma. Dur qadan alım, yaşım 20'ni ötüb. Buyurun. Eşqin məhəbbətin düşüb canıma. Ana göz yaşını Ana göz yaşını sil qadan alım. Darabam, bara. Təşəkkürlər. Çox sağ olun xanım və bəli, gözəl bir musiqi. Səyyad gülürsən. Yox, evlisən sən. Hə, mahnı elə-belə gülürsən. Bəli, və hazırda həmin mahnı Nadir müəllim sizdən gəlsinmi, olarmı? Nadir Bayramlıdan gələcək. Diqqət, ilk dəfə
İlk dəfə oxuyacaqsınız. Bu mahnı ilk dəfə oxuyacaqsınız. Amma öncə Respublikanın xalq artisti Zabit Nəbizadənin şərəfinə bir ürəkdən alqışlar gəlsin. Zabit... Musiqisi Aşıq Xanışındır, bəli, bilirik və Zabit müəllimin ifasında o mahnının bir qismini eşidək. Daha sonra ilk dəfə Nadir Bayramlı o mahnı ifa eləyəcək, sevimli mahnıda. Bəli. Sevgilimin eşqi düşür canıma, ana göz yaşımı sil qanım. Yaşımı ilmini yandayım keçir, yaşımı ilmini andayım keçir. Gözlüyə bilmirəm il qazanalım, gözlüyə bilmirəm il qadoyalım. Bu nə sevgi düşdü mənə eşq
dildən eşitdim. Nadir Bayramlı və değerli tamaşaçılar, bayaq dedim ki ilk dəfədir sevimli mahnıda, yəni bu yəni ki o demək deyil ha, sevimli mahnı verişində ilk dəfədir bu mahnını Nadir Bayramlı ifa eləyir. Xeyr, yəni repertuarında ilk dəfədir ki bu mahnıya müraciət eləyir. Daha doğrusu biz rica elədik. Nadir Bayramlı oxudu. Minnətdarım. Əla. Mənə elə gəlir ki, əla da alındı. Bir daha ürəkdən alqışlayaq Nadir Bayramlını və təbii ki, tamaşaçılarımız, sizləri unutmamışıq. Həm telefon vasitəsilə bizi izləyənlər, zəng eləyənlərlə həmin ənənəmiz davam eləyir və təbii ki, sizləri də unutmuruq. Elə başlayında sizlərlə bərabər başlamışıq. Bir gözəl musiqi var. Gəlin belə eləyək. Həmin musiqi mənə elə gəlir ki, qol qaldırıb oynamayan olmayıb həmin mahnıya. Çünki bir zamanlar o qədər populyar idi ki, həmin mahnı. Çox populyar bir mahnıdan söz açacağım. Elə adını desəm, biləcəksiniz. Zamanında bir gözəl bir mahnı var idi, Əjdər əmi. Aha, bəli. Əjdər əmi mahnısı. Burada bilən varmı? Çal oynasın. Xahiş edirəm. Ağsaqqal, buyurun, xahiş edirəm. Alqışlayaq ağsaqqalımızı. Buyurun. Bilmirsiniz. Aha, bilmirsiniz. Siz bilirsinizmi? Aha, digər ağsaqqalımız. Buyuraq. Aha. Samavarı alıştırın, masa birimi karıştırın balam, masa birimi karıştırın. Teşekkürler. Bəli, Əjdər əmi. Zakir müəllim, elədirmi? Zamanında çox Nadir müəllim, populyar bir mahnı idi. Mahmud, gülürsən. Niyə görə? Çox sevdiyim bir mahnı. Əla bir mahnı. Əla. Gözəl mahnıdır. Bəli. Əjdər əmi mahnısından söhbət gedir. Mənə çox maraqlıdır ki, hər dörd qonağımız, Zakir müəllim, təbii ki, kimsə deyə bilməz ki, o mahnını bilmirəm. Çünki el məclislərində filan ifa eləmişsiniz. Çox dəbdə olub Əjdər əmi mahnısı. İlk ifası Sakif Məmmədov. Sakif Məmmədov, ilk ifası Sakif Məmmədov olub. Bəli, və mən istəyirəm, mən çox maraqlıdır. Bayaqdan çünki ritmik musiqilər səslənir. Baxıram, Bəhtura xanım var yerində, bax, beləcə, bax, belə. Yəni, daha belə sümüyünədir ki, ritmik mahnılar. Mənə elə gəlir ki, ritmik mahnıları daha yaxşı ifa eləyə bilər. Əjdər, oxuya bilərsinizmi? Bəhtura xanım alqışlayaq. Əjdər əmi, bəli. Hə. Samavar hal eylədir, analam şəkərini bol eylədir.
Xəturə Hüseynova, təşəkkürlər. Bəli, bəli. Əjdər əmi, çox populyar bir mahnı və təbii ki, zəngimiz varmı? Aha, zəngimizi təbii ki, reklamdan sonra alacaq, amma dəyərli sponsorlarımız haqqında da məlumat verəcəyik. Çox saylı zənglər gəlir ki, həm Fərhaddan, həm digər musiqiçilərimizdən bir solo ifalar irəliyən verilişlərimizdə bu mütləq şəkildə olacaq. Amma gələn SMS-lərdə də göstərilir ki, deyirlər ki, Mahmud səsin gəlmir. Mahmud, mən istəyirəm reklamlardan sonra sənin də bir balaca səsin gəlsin. Bəli, reklamlardan sonra burada bir-birlə gözəl musiqilər olacaq. Teşekkürler Mahmud ve Xəyyam. Xəyyam da məşhurdur da. Bəli, sevimli mahnının nağara ifası Xəyyam. Minnətdaram Xəyyam və Mahmud. Eşq olsun Mahmuda. Və təbii ki, davam edirik. Mən istəyirəm öncə ürəkdən alqışlayaq bizim dəyərli sponsorları. Bəli, Quix eşq olsun. Quix məişət avadanlıqlar içərisində bir nömrədir həqiqətən. Çünki bax təqdim elədiyi məişət avadanlıqları var ki, mən bir daha deyim, bax tozsoranlar mükəmməldir, ütülər mükəmməldir, çaydanlar, saç fenləri, şirə çəkənləri, ət çəkənləri və bir daha ütülər haqqında deyim ki, cərəyana qoşulu halda belə, əgər siz ona toxunmursunuzsa, Fərhad da bilir də, xasiyyəti ağırdır onun. Bəli, isinmir, gərək ona əl dəysin, toxunsun və ondan sonra o başlasın fəaliyyətə. Və təbii ki, mən şirə çəkənləri vurğulamaq istəyirəm ki, yay mövsümü artıq bitmək üzrədir. Payız mövsümünün də öz xüsusi meyvələri var, özünə məxsus meyvələri var. O meyvələri də məhz Quixdən təqdim olunan bu şirə çəkəndə çəkib bolluca vitamin qəbul edə bilərsiniz. Digər sponsorumuz Oyal'dır, Oyal. Alqışlar Oyal'a. Oyal da mükəmməldir. Bax, qələmləri ilə, bax, beləcə pozanları da var. Yəni, səhvən bir yazını yazırsan, sonradan bax, bunlarla poza bilirsən. Bundan da başqa xüsusi dizaynla hazırlanmış karandaş yonanları var. Və bizə çox sayılı da SMS-lər gəlir, bizi izləyirlər, sponsorlarımızı yaxşı tanıyırlar və ekran vasitəsilə bizi bir dəyərli balamız izləyir və məhz mən nəzərdə tutmuşdum ki, həmin balamıza təqdim edeyim, bu il 1-ci sinifə gedir, qoy elə Mikail əmisindən də məhz bu çanta Allah verdi balaya hədiyyə olsun. Oyalın da adından, təbii ki, Oyalın adından təqdim edirik, əlası olacaq inşallah. Və digər təşəkkürlərimiz gəlir. Silsilə, alqışlarımız gəlsin Silsilə. Silsil də mükəmməldir. İstər döşəmə bezləri var, şüşə təmizləyiciləri var, qab süngərləri var və ən əsası da ayaqqabı süngərləri də var ki, şüşə kimi eləyəcək ayaqqabınızı, tərtəmiz eləyəcək ayaqqabı boyaları haqqında da mən demək istəyirəm ki, təkcə ayaqqabı boyasıdır deyibən keçməyin, eyni zamanda ayaqqabılarımızın keyfiyyətini qoruyur. Və digər təşəkkürüm gəlir 20 yaşlarını qeyd eləyən, 20 illik fəaliyyətlərini qeyd eləyən Ağçayım, alqışlar gəlsin. Ağçayım Azadlıq prospekti 191Y ünvanında yerləşir və az sonra siz
telefon nömrələrini də ekrandan izləyə biləcəksiniz, görə biləcəksiniz. Bəli, artıq görürsünüz. Və mən dərin təşəkkürlərimi bildirirəm. Deluxe salonda çalışan usta Eminə saç düzümünə görə 050 747 33 33 usta Eminin telefon nömrəsidir. Araz qardaşıma da minnətdarımızı bildirir. Fotoqraf Araz bizlərlə həmişə bərabərdir. Burada bir gözəl balamız da var idi. Cahid balamız. Bəli, əmi oğludur. Əmin əvəsi, bəli. Təbrik edirik, bizlərlə bərabərdir. Və o balamızın da zövqü formalaşır, ha. Təkcə, belə deyək də, Sabirabad saatlı deyil, bizi Rusiyadan da izləyənlər var, Ufadan izləyənlər var, Emur qardaşımız. Elədirmi? Eşq olsun deyirik və əslində bu bir istəkdir tamaşaçıları adından. Çünki populyar bir mahnıdır. Hansı mahnıdan söhbət gedir? Düzdür, siz o mahnını yazdırmışsınız, belə deyək də, disk formasında yazdırmışsınız, Zakir müəllim. Nə vaxtsa mən izləməmişəm, hansısa verilişlərdə siz o mahnını canlı-canlı oxuyasınız. Mən amma sizdən rica eləyəcəm, sizin ifanızda bir mahnını biz sevmişik. Çox populyar bir mahnıdır. Biz eyni zamanda unudulan mahnılar deyil, populyar mahnıları da ünvanlanırıq. Çünki zövqlər də formalaşsın. Sözləri çox unudulmaz şair, sevgi şairi adlanır. Nüsrət Kəsəmənliyə aid olan biri vardı, biri yox. Mən sizdən rica eləyəcəm, həmin mahnını canlı-canlı, sevimli mahnı ansamblı. Burada Fərhad varsa, burada Mahmud varsa, Asif Səyyad varsa, Zaur varsa, Xəyyam varsa, Ariz varsa, Yaşar varsa, səs rejissorumuz Azər varsa, bəli, mütləq şəkildə canlı-canlı və səs operatoru və burada avadanlığa görə biz minnətdarımızı bildiririk. Məhz sizin qardaşınız Zahid müəllimə, Zahid Bayramlıya təşəkkürlər. Zahid müəllim, salamlayırıq sizləri də və mümkündürmü? Gəlsin, bizə də üzr istəyirəm. Ruhu şad olsun, sözlər Nüsrət Kəsəməlinin, musiqisi Namazəli Mehdiyev, ruhları şad olsun. İstəyiblərsə, əgər arzulayıblarsa, böyük məmnuniyyət. Və elədirmi, ilk dəfədir canlı? Yox, ilk dəfə deyil, efirlərdə oxumuşam. Burada da sizin verişlərinizdə öncəki verişlərdə oxumuşdum. Müəyyən kanallarda da oxumuşam. Yəni ki, məclislərdə də ki, həmişə canlı oxuyuram. Yəni, amma böyük məmnuniyyətlə başlasın. Alqışlarla sizdən ünvanına gəlir. Biri vardı, biri yok. Evveline biri vardı, biri yok. Uzaktaydı ben isteyen o cavan, yüreğimden gelip geçti sazan. Atalıydı, analıydı,
Dostlarımın biri vardı, biri yok. Dostlarımın biri vardı, biri yok. Uzaktaydı ben isteyen bu canan, yüreğimden gelip geçti zaman. Atalıydı, analıydı bu uşaklar. Bizim evde biri vardı, biri yok. Bizim evde biri vardı, biri yok. Olan olur, keçen keçir. Belki de indi daha kövrəlməyin yeri yok. Ömrüm boyu belə gəldi mənim ki, əvvəlindən biri vardı, biri yok. Biri vardı, biri yok. Gülmə fələk ağladana, gülmə fələk ağladana, gülmək olmaz, gülmək olmaz. Hər alında bir yazı var, silmək olmaz, silmək olmaz. Kamil dərman gəzilməsə, kamil dərman gəzilməsə, dərd çoxalar dözülməsə, ipim haqdan üzülməsə, ölmək olmaz, ölmək olmaz. Ay, 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 biri vardı, biri yok. Bizim evde biri vardı, biri Respublikanın emektar artisti Zakir Əliyev. Teşekkürler. Minnettarıq və təbii ki, davam edirik. Bir gözəl mahnı da var tamaşaçılarımızla bərabər. Bir çox tamaşaçılarımız göz yaşlarına qərq oldular. Elə Bəturə xanım da, Arzu xanım da. Və hazırda mən istəyirəm ki, bir gözəl mahnı var. O mahnını bərabər şəkildə, tamaşaçılarımızla bərabər şəkildə bir daha mən şeir formasında deyəcəm. Mahnının adı küləkdir. Hansı küləkdən söhbət gedir? Şimal küləyindən, cənub küləyindən, amma hər halda indi deyəcəyik. Yenə payız gəldi, qonaqlar kimi. Aha. Yox, orada uçub getdi quşlar yoxdur. Yox, kim? Yox, ötən dəfə oxumusunuz. Yox, oxumayanlardan mənə lazımdır. Mən sizə kömək eləyəm. Yenə payız gəldi. Qonaqlar kimi. Yaxşı, buyurun, oxuyun. Oxuyun. Buyurun.
Yine bahar geldi. Payız geldi. Payız geldi. Durnalar kimi. Sonra? Aha, hər halda alqışlayaq bir daha tamaşasımızı. Hazırda diqqət eləyək ekrana. Ekrandan o mahnını eşidəcəyi bir qismini Arzu xanım sizdən gəlsinmi? Diqqət ekrana. Yine payız geldi Konaklar kimi Soldu müebbetim Yarpaklar kimi Yine payız geldi Konaklar kimi Soldu müebbetim Yarpaklar kimi
neçəm dərdəmə Səni sevdim, düşdüm neçəm dərdəmə Mən bilmirəm, dözüm necə dərdəmə Tək qalmışım bir ayrılıq, bir də mən səndən qalan xatirədir ayrılıq Hardan gəlib, hara gedir ayrılıq Ürəklərim bir an edir ayrılıq Mən bilməzdim, ah nədir ayrılıq Səndən qalan xatirədir ayrılıq Külək niyə belə əsir sən külək Niyə ümidimi kəsirsən külək Külək niyə belə əsir sən külək Niyə ümidimi kəsirsən külək Külək niyə belə əsir sən külək Niyə ümidimi kəsirsən külək Külək niyə belə əsir sən külək Niyə ümidimi kəsirsən külək Teşekkürler Arzu Qarabağlı, minnətdarıq və təbii ki, bayaq dedin bizi izləyənlər çoxdur. Azərbaycanın bir çox güşələrindən dəyərli müğənnilərimiz də bizləri izləyirlər. Xanlıq Şöhrətoğlu bizləri izləyir, bizə baxır, salamlayırıq. Eyni zamanda bizim daimi tamaşaçılarımız var ki, elə Elxanla bərabər əyləşərdi. Əyləşərdi deyəndə elə indi də sağ-salamatlı Sevinç xanım. Onun doğması əzizi Ceyhunun ad günüdür. Biz təbrik edirik Ceyhun balamızı da və değerli tamaşaçılar, bilirsiniz ki bizi izleyen tamaşaçılarımız bizim qızıl səhifələrimiz var. Sevimli mahnının qızıl səhifələri. Hansı ki elə mən Mikail burada verilişimizin sonlarına yaxın elan eləyirəm. Değerli, görkəmli bir sənətkarımız, bax burada əyləşən sənətkarlarımız da görüblər dəfələrlə. Bura daxil olur canlı karifeyimiz. Biz onunla görüşürük və bugün kim olacaq az sonra izləyəcəyik, amma hazırda diqqət eləyək. Sevimli mahnının qızıl səhifələri və bugünə qədər o qızıl səhifələri yazanlar kimlər olub? Diqqət. Anama deyil, anama deyil, balası gelen. İhtiyar olsaydı, Cadolum yer basmayıp geriye Cadolum yer basmayıp geriye Başım baktı, elim baktı Gülden çıkıp yüreğinde serdi boy boy Bana bilse boylu görünen ince demin Toplumunda sarmaşanda kara saçlı Bu da güldü bir ömürdü yaşarım
Bəli, alqışlayaq. Qızıl səhifələr, Sevimli mahnının qızıl səhifələri. Və Restoran əməkdaşı Zakir Əliyev, Arzu Qarabağlı, Bəturə Hüseynova və dəyərli sənətkarımız Nadir Bayramlı. Bugün bizim qonaqlar və diqqət. Canlı korifeyimiz. Çox dəyərli bir sənətkarımız yenidən bura təşrif buyuracaq. Yəni yenidən qızıl səhifə yazmaq üçün növbəti bir sənətkarımızı görəcəyik. Amma hazırda diqqət eləyək. İşıqlar, rica edirəm, adəti üzrə ənənəmiz var. İşıqlarımız sönsün. Öncə işıqlar sönsün. Bəli, bəli. Yox, biraz da. Tam qaranlıq. Bəli. Diqqət ekrana. Diqqət. Canlı korifeyimiz növbəti qızıl səhifəni yazmaq üçün mən rica edirəm bir daha. Ürəkdən alqışlayaq bir daha dəyərli sənətkarımızı və Atalı müəllim, xoş gəlmisiniz, səfa gətirmisiniz və izlədiniz bura gəlmədən öncə. İzləmişsiniz təbii ki, qızıl səhifələr yazılır ki və bugün də o növbəti səhifəni siz yazırsınız. Sevimli mahnının qızıl səhifəsini. Xoş görüşdük və bizim üçün də böyük şərəfdir ki, sizlərlə bərabər bir səhnəni bölüşmək. Eşidək sizi, tamaşaçılarımız eşitsin sizi. Hamınızı xoş görmüşük. Bizim gözəl sənətkarlarla bir yerdə. Bugün mən çox şadam ki, belə möhtəşəm, belə səliqə çəxmanlı, belə bir gözəl xalqımızın xanımları, oğulları ilə bərabər olaraq Spes kanalının dəyərli bir axşam görüşündə sizlərlə görüşürük. Mən belə bilirəm ki, Mikail müəllim gələk mənə bir-iki suallar versin. Yox, sadəcə olaraq mən inşallah növbəti bir veriliş ayıracağıq. Həmin verilişdə bir çox suallarım olacaq sizə. Amma öncə Ağçiçəyimdən 20 yaşını qeyd edən Ağçiçəyimdən sizə bax belə hədiyyəmiz var və sözsüz ki, sualım olmayacaq, amma biz bilirik ki, öncə də ekran vasitəsilə izlədik. Sizin çox belə musiqi tarixinizdə, o səhifələrdə Baskalı rəqsi var ki, onun da bir tarixi var. Bəli, bax ona görə dedim ki, sual olacaq yəni. Həmin musiqidən doğdu sual. Gözüm üstə. Əvvələ bu çiçəyə göndərən Ağçiçəyim, bəli. Orada məni çox təmtəraqla qarşılayırlar. Çox sağ olsunlar ki, mən dediyim sözlərlə əlaqəli o sözlərə uyğun olan yaraşıqlı bir buket göndəriblər. Çox sağ olsunlar. Prodüserimiz hələ ki tutsun bu buketi, bəli. Buyuraq, o ki qaldı. Baskalı rəqsi. O barədə mən fikirlərimi qeyd eləmək istəyirəm. Mütləq şəkildə, buyurun. Neçə il bundan əvvəl bizim hörmətli 84-cü il, səhv eləmirəmsə, filmin buraxılışı 84-cü il. Spes kanalının rəhbəri, xalqa çox yaxın olan, çox ali savadlı, bilikli, ziyalı, qüdrətli, yaradıcı, böyük yaradıcı Vaqif Mustafayev sağ olsun ki, çox sağ olun, var olun. Vaqif Mustafayev çox filmlər çəkib. İndi amma bugünkü film hardasa o xaşla musiqili xaş, bəli. O ilə əlaqəlidir. Ona görə
Orada mənim musiqilərim səslənib və onlardan biri də Baskalı rəqsi də var. Baskalı rəqsidir ki, onun neçə il bundan öncə Baskal şəhərinə mən oraya getmişəm. Orada o qədər o şəhəri bəyənmişəm. Və Baskalda bir müseyib vardı. Allah rəhmət eləsin. Çox belə xalqa yaxın insanların biridir. Demək, o ilə əlaqəli olaraq o Baskalı rəqsi məndə yarandı. Bəli, mən 1984-cü ildə musiqili xaç filmində səsləndi. Və eyni vaxtda onu da deyim ki, unudulmaz sənətkarlar da orada eyni Eldəniz Zeynalov, Səməndər Rızayevdir, Yaşar Nuridir. Bəli, bir çox dəyərli sənətkarlarımız və təbii ki, biz istəyirik ki, necə ki, o 1984-cü ildə musiqili xaç filmindəki sizin ifanız olub, ondan öncə də ekran vasitəsilə izlədik, amma indi canlı izləyək, dinləyək. Buyuraq. Deyirəm, bu qonaqlarımız elə gözəl əl çalırlar ki, nağara çalan da lazımdır. Buyuraq, bir daha alqışlarla Fərhad. Şərait yaradaq, dəyərli sənətkarımız. Buyuraq, Baskalı rəqsi Avtandil İsrafilovdan gəlir. Dəyərli tamaşaçılar, mən sizlə bu məqamda sağollaşıram. Dəyərli qonaqlarımıza minnətdarımı bildirirəm və Avtandil İsrafilov, Respublikanın xalq artisti, canlı Baskalı rəqsi gəlir. Müzik